Salam uşaqlar. Bu gün biz Kaspi Təhsil Şirkətinin 4-cü qruplar üçün keçirdiyi blok deməli sınaq imtahan izahına baxacağıq. Uşaqlar, bu imtahan təxminən 14-ü deməli iyun ayında keçirilmişdi. Bu uşaqlar mənə atdı. Amma bu 2026-nın son imtahanıdır, ümumi sınaqdır. Yəni izlənməsində fayda vardır. Deməli 31-ci sualdan başladıq uşaqlar. 31-ci sualda bizə nə deyir? Baxaq. Deməli, naylon lifi verilmişdir. Quruluş halqasında olan karbon, azot, oksigen atomlarının sayını istəyir. Biz birinciyi nə etməliyik uşaqlar? Deməli, biz naylon lifinin hansı deməli monomerdən də hansı monomerlərdən əmələ gəlmişdir, onların formulunu yazmalıyıq. Deməli, naylon lifi biz bilirik ki, heksametlen diamin ilə adipin turşusunun qarşılıqlı təsirindən alınmışdır. Heksametlen diamin adından gördüyü kimi 2 amin qrupu, 6 metilin qrupu vardır. Baxın, yazaq uşaqlar. Deməli, NH2 deməli, karbon H2 NH2 üzərinə gəl. Deməli, COH, CH2, 4 dənə metilin qrupu vardı burada. COH, deməli, 2 mol H su alınır. 2 mol H suda uşaqlar, baxın, burada bir dənə hidrogen atomu, buradan bir də hidrogen atomu, yəni bu amin qrupu tərəfindən, buradan da OH, karboksil qrupu tərəfindən də turşunu. Bax, bunlar 2 mol H verir. Yəni, burada 2 dənə hidrogen atomu, 2 dənə hidroksil qrupu ilə qarşılıqlı təsirdə olub. Deməli, qarşılıqlı təsirdə deyəndə bu, deməli, adipin turşusu ilə heksametlen diaminin qarşılıqlı təsirindən bunların bu quruluş halqalarından hidrogen atomları qopur. Turşu tərəfdən OH-ları özlərini birləşdirərək 2 mol su buradan yəni ayrılır. Deməli, yazaq naylon lifi necə alınır? Onun quruluş formulunu göstərək. Deməli, ümumi şəkildə yazsaq. Deməli, hidrogen CH2 daha doğrusu 2, 6 dəfə deməli, oradan su ayrıldı, qaldı karbon CO NH daha doğrusu biz orada karbon H2'ni görürüksə onu yazmalıyıq uşaqlar. Karbon H4 deməli buradan da karboksil qrubundan OH deməli ayrılır. Da bax belə iri molekullu birləşmə alınır ki, biz buna da naylon lifi deyirik. İndi baxın, bunun quruluş formuna baxanda burada karbon atomlarının sayı uşaqlar, baxın, 6 dənə burada. Deməli 4 dənə burada. Deməli 10, 11, 12. Deməli burada 12 dənə karbon atomu var. Baxın. Deməli biz burada 12-ni qeyd edək. Azot atomlarının sayı baxsaq 2 dənə. Deməli karbon qeyd edək. Karbon, azot, oksigen. Deməli azot atomlarının sayı 2 dənə, oksigen atomlarının sayı da baxın uşaqlar 2 dənədir. Bax burada 2 dənə. Azotları da qeyd etdik. 2 dənə. Baxırıq deməli 12, 2, 2 variantları. Deməli bu X-dir. Bunu Y ilə işarə ediblər. Bunu da Z ilə. Baxaq deməli variant hansıdır? 12, 2 variantı, D variantı. Burada növbəti suala baxaq. Deməli, siklobutan vermişdi uşaqlar bizə. Butin 1 vermişdi. Siklobutan biz belki disklik quruluşa malik olan birləşmədir. Ümumi formulu karbon 4, H8-dir. Butin də karbon 4, H6-dır. Butin 1 deməli alkinlərin deməli homoloji sırasında yer alır. Siklobutan da bilirik ki, aromatik birləşmələrin ikinci nümayəndəsidir. İndi bunların suallara cavab verək, sonra bunlara geniş şəkildə qeyd eləyərik. Deməli, divinil ilə izomerdir. Divinil ilə izomer olan uşaqlar burada butin 1-dir. Butin 1, baxın, yazılanda biz butin 1 bilirik ki, 3 qat rabitə, karbon,
karbon H2, karbon H3 yazılır. Divinil isə 2 dənə vinil radikalının birləşməsindən alınır. 2 qat rabitə karbon H2. Yəni bu birləşmələrin hər ikisinin ümumi formulu karbon 4H6-dır. Yəni burada divinillə izomer olan, deməli, bu tim 1-dir. Yazdıq bura. Molekulda 12 sigma var. Baxın uşaqlar, 12 sigma olan 8-4, bax indeksləri orada siklobutanda toplayırıq. Orada deməli molekulda 12 sigma rabitə olan siklobutanda. Niyə? Amma alkində isə sigma rabitələrinin sayını indeksləri toplayırıq 6-4. 1 vahid çıxırıq 9-dur. Deməli, xlor 2 birləşməkləri, xlor 2 ilə birləşmə reaksiyasına daxil olur hər ikisi. Siklobutanın xlor 2 ilə birləşmə reaksiyası vardır. Butin 1-ində. Onları indi yazılı şəkildə göstərərik. Natrium ilə əvəz etmə reaksiyasına daxil olur. Butin 1. Deməli, D bura yazıldı. Bütün karbon atomları sp3 hibridləşmə halındadır. Siklobutanda. İndi biz onu isbatlı şəkildə lövhədə göstərərik. Deməli, Y variantı da bura yazıldı. Amma baxın, butində uşaqlar sp var. sp, sp3, sp3. Butində həm sp var, hibridləşmə halında karbon atom. Yəni sp hibridləşmə halındadır, həm də sp3 hibridləşmə halındadır. İndi bunun lap dediklərimizdə burada lap izahlı şəkildə göstərək. Divinil izomer olduğunu uşaqlar bax göstərdik ki, özünüzdə baxdınız, karbon 3 qat rabitə, karbon H2, karbon H3. Bu da divinildir. Açıq buradan yazaq. Karbon 2 qat rabitə, karbon 2. Bu divinildir. Divinil. Yenə səlqəsiz oldu. Səlqə məndə yoxdur uşaqlar. Bu yazdığım divinil. Bu yazdığım birləşmə də butin 1. Yəni bu hər ikisi siniflər izomerdir. Yəni bunların hər ikisinin ümumi formulu karbon 4 H6-dır. Yəni bax, istəyirsiniz vinildə, istəyirsə bu divinildə saysaz, karbon və hidrogen atomlarının sayı belə deyək də üst-üstə düşür. Xlor 2 birləşmə reaksiyasına hər ikisi daxil olur. Siklobutan da daxil olur. Bax uşaqlar yazaq siklobutan. Karbon H2, karbon H2, karbon H2, karbon 2. Deməli, xlorla birləşmə reaksiyasına daxil olanda zəncir qırılır. Karbon H2, xlor. Deməli, karbon H2, karbon H2, karbon H2, xlor. Bax, belə bir birləşmə alınır. İndi butin 1-in xlorla birləşmə reaksiyasını yazaq. 3 karbon H2, karbon H3. Burada 2 pi olduğu üçün, onu doymuş hala gətirmək üçün bizə 2 mol xlor lazımdır. Deməli, burada rabitələr qırılır. Bir qat rabitəyə keçir. Karbon H2, karbon H3. Baxın uşaqlar, burada xlorlar ətrafına. Deməli, burada hidrogen yazdıq. Burada xlor, burada da xlor. 4 dənə xlor atomunu deməli, burada pi qırır. Hər iki tərəfinə yazırıq. Alınan birləşmə də burada nömrələnmə aparanda uşaqlar 1, 2, 3, 4 belə deyirik də. Bax, 1, 1. Bunu 2 dəfə ilə təkrar edirik də. 2, 2, dixlor. Uzun zəncirdə nə görürük? Alkanlarda pi yoxdur. Ona görə biz butan deyirik buna. Butan. 1, 1, 2, 2, dixlor, butan. Alınan birləşmənin, yəni axırıncı aldığımız birləşmənin adıdır. Yəni bunu isbatladıqca həm siklobutan izah etdikcə, həm də butin 1 natrium ilə, belə deyək, xlor ilə birləşmə reaksiyasına daxil olur. Sonra baxaq, bütün karbon atomları, natrium ilə əvəz etmə reaksiyasına daxil olan butin 1-dir, onu göstərərik. Bütün karbon atomları sp3 hibridləşmə halındadır. Baxın, burada karbon atomları arasında bir qat rabitə var. Bax, uşaqlar, burada, bax, fikir verin. Burada. Yəni, burada bütün karbon atomları sp3-dür. Hamısı siklobutanda.
SB3-dür. Hamısı şifahi şəkildə deyilikdə, yəni yazmağa da heç gərək yoxdur. SB3 alındı. Dedi ki, natrium ilə reaksiyaya daxil olur. Butin 1. Baxın, butin 1 bu cür reaksiyası var natrium ilə. Deməli, karbon H2, karbon H3, üzərinə natrium. Baxın, uşaqlar. Buradan elə bir ki, öyle deyək də, natrium hidrogeni oradan sıxışdırıb çıxardır. Bax, belə birləşmə əmələ gəlir. Natrium, bax, elə bir natrium keçir hidrogenin yerinə. Sonra 3 qat rabitə, deməli, daha doğrusu 3 qat rabitəni düz qoyduq. Sonra karbon H2, karbon H3. Bax, belə bir birləşmə əmələ gəlir. Buradan daha doğrusu nə artıq yazdıq biz? Deməli, karbon əvəz etdik, 2 qat rabitəmizi qoyduq, yox, düz yazdıq. Buradan bir də dedik ki, natrium, bax, buradan hidrogeni sıxışdırıb çıxardır. Ona görə buradan 1 mol H2 indeksində 2 olduğu üçün, burada bir dənə hidrogendir. Ona görə həmişə bura 2 atılır. Bu reaksiyalarda başlanğıca bax 2 atılır. Sonra baxaq nə sualımız qaldı. Bütün suallara cavab verdik. Bax, görək nə deyir bizə. Bax, deməli, 33-cü sualda nə deyir? 32-nin əlində propanol 2 vermişdi. Qatı sulfat turşusunun iştirakı ilə propanol 2 biz bilirik ki, alkeninə keçir. Burada alkenin də kalium birməqaviyyatı məhluldə rəşsizləşməsi tənliyini yazmalıyıq. Yaxşı görsədək, propanol 2-ni yazaq. Deməli, 35 idi, səhv etmirəm. Karbon H3, karbon HOH. Deməli, bu qatı sulfat turşusunda iştirakı ilə qızdırdıqda bu propenə keçir. Deməli, alınır karbon H2, 2 qat rabitə, karbon H. Deməli, 1 qat rabitə, karbon H3. Bu da kalium permanganat ilə məhlullə birbaşa reaksiyasını yazaq. Üstünəcə, yəni bu maddənin üstünə kalium permanganat məhlulunu, sulu məhlulu yəqin deyir, sulu iştirakı ilə burada həmişə 2 atomlu spirt alınır. Necə biz karbon etileni kalium permanganat məhlullə rəşsizləşməsində həmişə etilen glikol alırıqsa, burada da yenə belə bir birləşmə alacaq. Deməli, yenə hidrogen birləşəcək karbon H2 OH, karbon H, OH, karbon H3. Alınan birləşmədə oxunur. Nömrələnmə aparsaq 1, 2, 3. Oxunur propan, diol. Çünki 2 dənə biz orada nə deyək də səqəsiz yenə. Deməli, alınan birləşmədə oxunur propan, diol 2. İndi burada baxaq fikirlərə. X və Y maddəsi reaksiyasının növlərini müəyyən edin. Birinci reaksiyada dehidratlaşma reaksiyasıdır. Baxın, buradan OH, buradan da bir dənə hidrogeni götürür. Karbon H, belə deyək, alkil radikalından bir dənə hidrogeni qopardır. Bir molekul su buradan ayrılır, keçir alkenə. Ona görə alınan birləşmə X propendir, yəni prosesin adı dehidratlaşması. Y maddəmin adı da, yəni Y maddəm budur, X maddəm budur. Y maddəmin də adı propandioldur. Bu da yəni prosesin də adı oksidləşmədir. Yəni kalium permanganat məhlulu ilə bax oksidləşir. Baxırıq hansı variantdır? Y variantı. Sonra baxaq. Deməli, X maddəsi qatı sulfat turşusunun iştirakı ilə parçalanır. COH2. Biz bilirik uşaqlar, bu qarışqa turşusudur. Biz bunu dəfələrlə
sınaqlarda rastımıza gəlib. X maddəsi qarışqa turşusudur. Parçalanır C üstəcə H2. X maddəsi hansı fikir doğrudur? Aldehiddir, yox xeyr, turşudur. Qaz halındadır, qarışqa turşular dedik ki, maye halındadır. Gümüş gücü reaksiyasına daxil olur, hə, çünki aldehid qrupu var. Reduksiyasından keton alınır, xeyr, turşunun reduksiyasına heç vaxt keton alına bilməz. Səhv fikirdir. İkili spirtdir, xeyr, bu turşudur. Ona görə bizdə burada hansı fikir doğrudur istəyir. Deməli, gümüş gücü reaksiyasına daxil olur. Siklobutanı da uşaqlar, biz bunu qeyd niyə eləməmişik ki? Bunu yazmışdıq axı üstündə. Bu niyə pozulub? Deməli, burada D variantı idi. Burada da deməli, B'ye çıxmışdı. B'ye deməli, ortada C idi. Xlor ki, hər ikisi birləşmə reaksiyasına daxil olurdu. A, D də buradaydı. Deməli, sonra. Deməli, bizə 33-cü sualda nə verir? Uşaqlar, 33-cü sualda baxırıq ki, turşu deməli, mürəkkəb efirin formuludur. Sadəcə burada bunun R2 burada radikalının yerində spirt durur. Deməli, bu turşu, indi yazaq, nə ola bilər? Suallara baxaq. Reaksiya alınan maddələrdən biri gümüş yüzü reaksiyasına daxil olursa, hansı reaksiyaların getməsi mümkündür? Deməli, reaksiyalardan alınan maddələrdən biri gümüş yüzü reaksiyasına daxil olan biz deyik ki, qarışqa turşusudur. Deməli, bizim başda o R radikalının yerində uşaqlar hidrogen durur. Yəni, baxın, burada R radikalının yerində elə bir hidrogen durur. Yazdıq qarışqa turşusunun ümumi formulu. HCOH. Yəni, bunun üzərinə metil spirti qoyublar. Yəni, turşu üstəci spirt biz bilirik ki, mürəkkəb efirə keçirir də. Alınır burada H, oksigen, H3. Yəni, burada da bir molekula su ayrıldı. Yəni, bu birləşməymiş. Orada baxın, R-in yerinə duran hidrogen atomudur. İndi suallara cavab verir. Baxaq ki, bu qarışqa turşusu mis hidroksidlə belə məhsul verirmi? Baxın burada. Yəni, burada qarışqa turşusu, bax, burada yazılan qarışqa turşusudur. COH-da. Bu mis hidroksidlə CO2 üstəci H2 mis bir oksid tənliyi verir. Yəni, bu düzgündür, tənlik yazma. Yəni, bildik ki, deməli, bizim üzr istəyirəm, burada belə deyək də COH, yəni burada R-in yerində hidrogen atomu duranda bilirik ki, bu turşu qarışqa turşusudur. Bu sulfat turşunun iştirakı ilə C üstəci H2-yə parçalanır. Bu tənlikdə gedir. Çünki də qeyd elə bu hansısa bir testdə onu qeyd etdik. Deməli, qarışqa turşu sulfat turşusunun iştirakı ilə RCO2, o belə birləşmə səhvdir da, belə bir reaksiyanın getməsi mümkün deyil. Yəni, orada H qırılıb, belə deyək, oksigen atomu ilə əvəz olunub. Belə bir reaksiya səhvdir. Deməli, hansı reaksiyaların getməsi mümkündür? 1, 2. Baxırıq, cavab D variantı. Sonra baxaq, 39-cu suala baxaq, sonra tənliyə keçək. Çünki belə bir nəzəri suala oxşur. Demək, qatı sulfat turşusu üzəci dəmir, alınır dəmir 2 sulfat. Yazaq burada məhsulları. Yəni, dəmir. Deməli, burada bilmirik də indi hansı dəmir 2 sulfatdır, hansı SO2-dir. Çünki dəmirin qatı sulfat turşusunda məhsulların biri dəmir 2 SO4 3-dür. Biri də SO2-dir. İndi baxaq, suallara cavab verək. Görək, hansı maddə X-dir, hansı maddə Y maddəsidir. Y turşu oksididir. X yox, belə şərt qoyur. X duzu və Y maddəsi üçün hansı fikir doğrudur? Y üzr istəyirəm, turşu oksididir. Ola bilər də Y turşu oksidi ola bilər. Düzgün fikirdir. Çünki X-i duz deyir, uşaqlar, üzr istəyirəm. Baxın, orada X-i duz deyir. Deməli, bizim X maddəmiz dəmir 2 SO4 3-dür. Bizim Y maddəmiz də SO2-dir. Y maddəsi də deməli orada SO2-dir. Y turşu oksididir, düzgün fikirdir. Çünki biz səhv axtarırıq. Baxın, deyili deyir oradan. Yəni, səhv variantı götürəcəyik oradan. X duzu hidroliz edir. Bir tərəfə zəif, əsas bir qədər qüvvətli turşudan əmələ gələn. Deməli, duzlar hidrolizə uğrayır, düzdür. Sonra Y qatı sulfat turşusunun ən dərin reduksiya məhsuludur. Xeyr, bu səhv fikirdir. Niyə səhv fikirdir? Qatı sulfat turşusunun ən dərin reduksiya məhsulu uşaqlar H2S-dir. Yəni, orada kükürt mütləq minimum oksidaşmə dərəcəsində olmalıdır.
X duzu qələvi ilə qonur rəngli çöküntü əmələ gətirə bilər. Dəmir 2 sulfat qələvi məhlulu ilə dəmir 3 hidroksid yəni orada qonur rəngli çöküntüsü əmələ gətirir. Bu da düz fikirdir. Y molekulu bucaq quruluşludur. Uşaqlar, biz həmişə SO2-ni yazanda bu cür testlərdə bu cür yazırıq da, baxın, rabitələrindən göstərəndə. Yəni bu cür yazmaq biraz yanlışdır. Bucaq quruluşlu deyəndə uşaqlar bu cür qeyd etməliyik, baxın. Deməli, kükürdü yazı. Bax, burada belə deyək də. Kükürdünə, burada və yazaq lövhədə. Bax, bu cür. Yəni, kükürdün xarici elektron təbəqəsindəki orbitallarınla oksigen atomunun orbitalların qapanmasına haradasa orada müəyyən bir bucaq əmələ gəlməlidir. Yəni, bu dediyim variant düzdür də. O birinci xətti quruluşu, yəni 180 dərəcə bucaq altında orbitalların qapanması səhvdir. Ona görə bu bucaq quruluşdur, düzdür burada. Deməli, səhv fikir oldu C variantı. Baxaq 34-cü sualda bizə verilib. Alkanların monohalogenlə, deməli 34-cü sualdayıq. Alkanın monohalogenlə türəməsinin kalium hidroksidin suda məhlul reaksiyası X maddəsi alınır. X maddəsi mis-2 oksid oksidləşdirib Y maddəsinə gedir. Y maddəsi gümüş gücü reaksiyasını verir. Yəni gümüş gücü reaksiyası belə deyək də, gümüş bir oksidin amoniyakda məhlul reaksiyaya daxil olub Z maddəsi əmələ gətirir. İndi hansı fikir doğrudur? İndi uşaqlar, biz bir-bir reaksiyaları qeyd etməliyik ki, burada hansı maddələr əmələ gəlir, onlara baxaq. Deməli, al yazaq burada. Karbon H3, karbon H2 flor, üzərinəcə kalium OH, su sözü orada çox önəmlidir. Uşaqlar, spirt olanda başqa məhsul alınır. Deməli, alınır kalium. İndi burada xlorid, birinci məhsul spirtimizi yazaq, karbon H3, karbon H2 OH, üzərinəcə kalium xlorid. Yəni, kalium xloridi buradan qeyd edək. Çünki birbaşa biz reaksiyon təkrar yazmıyor. Deməli, buradan çıxır kalium, belə deyək, xlorid. Baxın. Buradan, deməli, ayrılır kalium xlorid, bir də spirt. Deməli, burada bizim X maddəmiz spirtdir. Spirt bir də, deməli, mis-2 oksid məhlulu ilə oksidləşir. Biz bir-bir spirtlər oksidləşir, keçir aldehidə. Karbon H3, karbon H, aldehid, üzərinəcə mis, üzərinəcə su alınır. Sonra da həmin Y maddəmiz, deməli budur da, bax, Y maddəmiz budur, X maddəmiz budur. Y maddəsinin üzərinə karbon H3, karbon H, deməli, gümüş güclü reaksiyasına daxil olur. Sirkə aldehididir yazdığımız H3. Deməli, gümüş güclü reaksiyasına daxil olur. Keçir sirkə turşusuna, COH-a. Bir də 2 mol gümüş çökür orada. Axırıncı aldığımızda, deməli, maddə Z maddəmizdə sirkə turşusu, Y maddəmiz sirkə aldehidi, X maddəmiz etil spirtidir. İndi suallara cavab verək ki, baxaq görək hansı fikirlər doğrudur. Deməli, X maddəmiz verili spirtdir. İndi baxaq, X və Z mürəkkəb efir əmələ gətirir. X spirtdir, Z də orada turşudur. Mürəkkəb efir əmələ gətirmək qabiliyyətinə malikdir. Yəni, bu düzdür. Baxın, biz burada yenə səhv axtarırıq. Y lakmusun rəngini dəyişir, Y aldehiddir. Heç vaxt lakmusun rəngini dəyişə bilməz, bu mümkün deyil. Z əsaslarla duz əmələ gətirir. Z turşudur da, sirkə turşusu. Deməli, əsaslarla duz əmələ gətirir, düzgün fikirdir. X mis-2 hidroksid ilə reaksiyaya daxil olmur. X birli spirtdir. Birli spirtlərimiz deyirik. Mis-2 hidroksidlə tənliyi yoxdur da, yəni mümkün deyil. Mis-2 oksidlə var, uşaqlar qarışdırmayın, bunu qəbula çox düşür bu sual. Deməli, birli spirtlər mis-2 oksidlə oksidləşirlər, mis-2 hidroksidlə xeyr. Yəni, bunu düzgün fikir götürürük. Y mis-2 hidroksidlə qırmızı çöküntü əmələ gətirir. Hə, bu düzgün fikirdir. Laf bunu yazaq, baxın, görün necə qırmızı rəngli çöküntü necə əmələ gətirir. Yəni, burada aldığımız, bax, bu Z maddəsi deməli, baxın, karbon H3, COH, üzərinəcə mis hidroksid, belə deyək də,
Daha doğrusu Y maddəmiz yox. Bunun belə reaksiya mümkün deyil. Bu daha doğrusu burada aldehiddir bu. Baxın uşaqlar, burada aldehid yazmalıyıq. Çünki sirkə turşusunu mis hidroksitlə reaksiyası yoxdur. Səhvdə elə bir şey göstərmək. Deməli, burada çünki Y maddəsindən söhbət gedir. Y maddəsi mis hidroksitlə qırmızı rəngli çöküntü əmələ gətirir. Bax, burada belə deməli keçir turşuya karbon H3, COH, üzərinəcə mis 2 oksid, üzərinəcə su. Bax, burada qırmızı rəngli çöküntü, bu mis belə deyək də, bax, bu qırmızı rənglidir. Amma mis 2 hidroksid götürdüyümüz göy rəngdir. Orada göy rəng qırmızı rəngə çevrilir. Yəni burada Y variantıdır. Düzgün fikirdir. Biz səhv axtarırdıq. Ona görə səhv variantı orada B variantıdır. Baxaq. Deməli, burada bir yenə suallarımız qaldı. Bunları pozaq da bizə mane olur. Deməli, bu düzgün fikir idi. Xoş ki, sualımız qalıb. Hə, qalıb burada. 38-ci suala sırayla gedək. 37-ci suala baxaq. X aldehidi bir üçlü karbona malikdirsə, doğru adlandırmanı müəyyən edin. Uşaqlar, burada deyir ki, bizə belə bir şərt verir. Belə öfəmizə burada doymuş aldehid verib. Karbonun kütləsi 3 sadə, oksigenin kütləsi sadə. Biz bilirik ki, aldehidlərin ümumi formulu karbonun 2N. O da bütün aldehidlərdə bir dənə oksigen atomu var. O da biz də bilirik ki, A bərabərdir 16 qrama. Yəni aldehidlərin hansını yazırıqsa yazaq, yəni nömrəsindən asılı olmayaq, karbon atomu nömrəsindən asılı olmayaq. Orada oksigenin hamısında bir dənə oksigen qeyd edilir də. Yaxşı, A bərabərdir 16 qram. Yəni bütün aldehidlərin ümumi formulunda yazarkən hamısında 16 qram oksigen var. Yəni qısacası belə deyək. Karbonun kütləsi deyir 3A'dır. Yəni karbonun kütləsi 3A deməkdir ki, uşaqlar. Yəni burada 3'ü 16'ya vursaq neçə eləyir? 48 qram. Yəni 48 qram orada ümumi formulunu yazarkən karbon kütləsi 48 qramdır. Əgər mənim 12 qram belə deyək karbon bir dənə atom deməkdirsə, yəni bir dənə karbon atomu deməkdirsə, onda 48 qram atomda neçə dənə karbon atomudur? 12 baxın oradan 4 dəfə artıq 4 karbon atomu deməkdir. Yəni burada bizim ümumi formumuz onda olur karbon 4, H8O. İndi nədir? Bir də şərt qoyub. X aldehidi bir üçlü karbona malikdirsə doğru adlandırmanı yazın. Yaxşı, deməli bizim onda belə deyək. Belə şərt qoyub baxın, bir üçlü karbon atomu var orada. Baxın, o cümlə önəmlidir. Onda yaza bilərik karbon H3, karbon H3, propanal deməli aldehidi keçirdi onda bu. Bax, belə bir birləşmə yaza bilərik. Niyə? Baxın, 1, 2, 3. Onda bu adlandırmanı da beynəlxalq adlandırma 2 metil propanal. Baxın bu. Baxın burada fikir verin. Baxın 1, 2, 3. Baxın 2-dən sonra metil radikalını görürük də. Ona görə bu düzgün adlandırma 2 metil propanal. Bu da belə deyək də buna bir də izoyağ aldehidi deyirlər də. Yağ aldehidinin belə deyək izomeridir. Hə, digər adı belədir. 2 metil propanal deməli cavabımız. Sonra 38'ə baxaq. Deməli, həcmi bizə 500 mm olan 2 molyar X belə deyək, NO3 məhlulunda 1,5 NA qədər NO3 iyonu varsa, duzun hissəsi dərəcəsini hesablayın. Yəni, verilən şərtləri bir-bir yazaq. Baxın, V bərabərdir 500 millilitr. Deməli, molyar qatılıq bərabərdir 2 M. Deməli, indi gəlin biz buradan nüyü tapaq. Biz bilirik ki, C bərabərdir. Molyar qatlıq düsturundan da molyar qatlığı qaydasını yadımıza salırıq ki, deməli, həll olan maddənin orada molunu tapmaq üçün biz həll olan maddənin miqdarını həcmə bölürük, molyar qatlığı tapırıq. Əgər buradan da nü bərabərdir, C vurulsun, V düsturundan qiymətlərimizi qoyaq yerinə. Deməli, onda nü bərabərdir, C vurulsun, V. C deməli 2 molyardır. 2 vurulsun 0,5 yazırıq. Niyə? Çünki molyar qatlığın vahidi uşaqlar mol bölünsün litrdir. Heç vaxt
biz millilitrdən hesablama aparmağımız düzgün deyildi. Ona görə 500 millilitri belə deyək, bərabər elədi 0,5 litrə. Deməli, burada 2-ni də 5-ə vursaq 1 mol. Deməli, bizə 1 mol X nitrat orada duzu verilmişdir. Yəni, bunun dissosiasiya dərəcəsindən söhbət gedirsə, biz nə etməliyik? Onun dissosiasiya dərəcəsini yazmalıyıq. Yəni, daha doğrusu, belə deyək də, ionlara dissosiasiya tənliyini yazmalıyıq ki, ionlara necə ayrılır. Deməli, X burada 3 müsbət, üzərinə 3, NO3 mənfi. Baxın, 1 mol burada dissosiasiya edəndə 3 mol ion, belə deyək də, baxın burada 1 mol duz dissosiasiya ediləndə 3 mol orada NO3 ionu ayrılıb. Burada da uşaqlar, baxın, NO3 ionuna söhbət gedir. Bəs 1,5 orada Na qədər, indi molu Na ilə ifadə eləməliyik də, onda 3 Na yazaq orada. Tənasübdən 3 Na qoyarıq. Onda 1,5 Na qədər, gəlin molu da pozaq, çünki Na'dan söhbət gedir orada. 3 molu hissəci ilə də Na ilə ifadə elədik. 1,5 Na qədər dissosiasiya edərkən, burada nə qədər orada ion dissosiyasiyaya uğrayıb? 3 baxırıq ki, orada 2 dəfə kiçilib, bir də buradan 2 dəfə kiçiləcək 0,5 mol. Orada X nitrat duzu belə deyək də dissosiyaya uğrayıb. İndi bu dissosiasiya dərəcəsini hesablayın. Biz bir-iki dissosiasiya dərəcəsini hesablamaq üçün dissosiasiya etmiş molekulların sayını ümumi molekulların sayına vurub 100-ə vururuq da. Belə bir qaydamız var idi. Buradan da alınır alfa bərabərdir. Dissosiasiya etmişlərin sayı neçədir? Uşaqlar burada 0,5 bölünsün 1, vurulsun 100. Baxın, qiymətləri də yerinə qoyduq. Neçə gəldi? Oradan da 5, 50. 50%. Yəni, bunu tənasüblə də göstərmək olar ki, əgər 1 mol 100%-dirsə, 0,5 nə qədərdir? Yəni, tənasüb şəklində də, bax, bu cür də yenə tənasüblə də yazmaq olar. 1 mol, deməli, belə deyək, 1 mol 2 nitrat duzu 100%-dirsə, onun dissosiyaya uğramış molların sayı 0,5 idi axı. 0,5 molu da X% olar. Yəni, X buradan da bərabərdir. Baxırıq, 1 mol oradan 2 dəfə kiçilib, 100-ü də buradan 2 dəfə kiçilsə 50%. Yəni, fərq etməz. Ya, belə deyək, ya tənasüblə yazın, ya dissosiasiya dərəcəsinin tapılması alfa ilə hesablayın. Yəni, orada da eyni şeydir. Dissosiasiya etmiş molekulların sayını, ümumi molekulların, belə deyək, sayına bölürük. Orada dissosiasiya dərəcəsini tapırıq. Deməli, cavab burada C variantıdır. Sual burada qaldı mı? Yox. Dizək 40-cı suala. 40-da bizə nə deyir? Baxaq, uşaqlar. Gəlin üstündə işləyək. Deməli, X burada bizə nə verilib? Deməli, kalium silikat verilib. Natrium 2SO4 duzu, kalium nitrat duzu və reaksiyaya daxil olan maddələrdə harda turşudan istifadə etmişik ki, reaksiya məhsulu kalium karbonat olub, ikinci halda natrium karbonat olub, üçüncü halda kalium klordur. Əgər biz, baxın, biz bilir turşuların fəallıq sırasını xatırlayırıq ki, öndə duran turşu, özündən sonraki turşunu, onun duz məhlulunu sıxışdırıb çıxartmaq üçün mütləq güclü olmalı. Əgər X-ə biz burada H2, karbon O3 versək, uşaqlar, baxın, görək bir reaksiya gedirmi? Reaksiyaya daxil olan maddə karbonat turşusudur. Üzərinə kalium 2 silikat, kalium silikat alınır. Kalium 2 karbon O3 alınacaq bir də silikat turşusu. Baxın, deməli H2 karbon O3 turşuların fəallıq sırasını xatırlarsanız öndə durur. Özündən sonraki turşunu onun duz məhluluna sıxışdırıb çıxarmaq qabiliyyətinə malikdir. Yəni, bu reaksiya gedir. Yəni, biz burada X-i götürə bilərik. İkinci halda, məsələn, natrium 2SO4-ün üzərinə belə də Y-yi tutaq ki, mən burada karbonat görürəm də. Məsələn, Y-yi tutaq ki, yazım belə H2 karbonat. Bax, görə bir reaksiya gedirmi? Burada indi onu isbatlayaq. Ona yazsaq ki, əgər H2 karbon O3
2 karbon 3 üzərinə natrium 2SO4. İndi qaydaya görə alınmalıydı. H2SO4 alınmalıydı. Natrium 2 karbon 3. Bu reaksiya səhvdir. Niyə səhvdir uşaqlar? Çünki burada karbonat turşusu zəifdir. Özündən sonra gələn güclü turşunu heç vaxt gücü çatmaz ki, onu duz məhluluna sıxışdırsın, çıxartsın. Yəni belə reaksiya səhvdir. Yəni biz burada karbonat belə deyək, turşu götürə bilmərik. Birinci halda götürə bilərik. Bu da ikinci halda götürə bilərik. Deməli, üçüncü halda da kalium nitrat, əgər biz burada Z-yi H-xlor götürsək də, bu da mümkün deyil. Niyə? Çünki turşuların fəallıq sırasında uşaqlar birinci yerdə, bax, belə bir xatırlasaq, baxın, deməli, H2SO4 dururdu, sonra mötərizədə H-xloru idi, H-nitratı idi, H3PO4 idi. Bax, belə bir qayda var idi da. Yadınızda da sonra da hansı turşu gəlirdi? H2 karbonat, sonra üzvü turşular, ən axırda deməli gəlirdi silikat turşusu. Səhv etmirəmsə sıra belə idi. Yəni mötərizə daxilində olan turşuların fəallıq sırası gücü eyni olduğu üçün biz yaza bilmərik. İşte kalium nitrat üstəcə H-xlor, yəni belə bir reaksiya yaza bilmərik. Məsələn, üzərinə H-xlor, yəni burada alınır kalium xlorid, bir də üstünəcə nitrat turşusu. Baxın, nitrat turşusunda, bax, burada sırada göstərdi. Xlorid turşusundan gücü eynidir, fəallığı eynidir. Ona görə burada xlorid turşusunun gücü çatmayacaq ki, nitrat turşusunun onun duz məhlulundan, yəni kalium nitrat məhlulunu sıxışdırsın, çıxartsın. Belə bir qayda səhvdir də, yəni belə deyək, reaksiya səhvdir. Ona görə də bunu pozuruq. Burada yalnız ikisi götürürük. Yalnız X, B variantı. Yəni belə reaksiya daxil olan maddəni X birinci halda X turşudur. Yəni ikinci YZ maddəsini biz turşu olaraq götürə bilmərik ki, orada natrium karbonat ikinci halda burada verib kalium xlorid alınsın. Deməli, cavab ona görə B-dir. Bu belə tipli testləri seçmək üçün uşaqlar ancaq turşuların fəallıq sırasını əzbərdən bilməlisiniz. Yəni indi ikinci cəhd yaxınlaşır da mütləq siz bax qəbula gedərkən bu qaydaları mütləq mütləq hər il bundan bir sual düşür. Sonra nə deyir? İkinci dövr elementi olan YZ arasında yaranan birləşmənin formulunu müəyyən edin. Uşaqlar, X-ə belə bir şərt verib ki, burada baxın. X deyir ki, ən böyük oksidaşma dərəcəsi müsbət 2. Biz bilirik ki, ikinci dövrdə ən böyük oksidaşma dərəcəsi müsbət 2 olan ikinci qrupdur da. Kalsiumdur, maqneziumdur. Gəlin özümüzdən ataq bunları, belə deyək də, ümumi misallarla görsədək. Sonra çox lövhəmizi. Baxın, deməli, özə baxın, burada şərt verib, ikinci dövr elementidir. Deməli, onda burada ikinci dövr elementini, məsələn, ikinci dövr deyirsə, kalsiumu götürmək biraz, lap maqnezium götürək. Tutaq ki, maqneziumdur. Maqneziumun X ilə əmələ gətirdiyi birləşmənin formulu, baxın, necə ola bilər? Burada belə şərt verir. X-Y birləşməsi ilə əmələ gətirdiyi, X-in Y ilə birləşmə, X elementi verib bizə, bir də Y elementi. X-in müsbət 2-dir. Y ilə hər ikisi, baxın, bu ikisinin birləşməsi bizə X-Y verir. Bu deməkdir ki, burada Y-in oksidaşma dərəcəsi 2-dir, bu da müsbət 2-dir. Bizim qaydamız var idi, əkob 2 olanda bölürdük. Deməli, bu Y mütləq burada oksigendir. Çünki, baxın, ikinci dövr deyir axı orada. İkinci dövr olduğu üçün mənim oksigen alma gəldi ki, ikinci, belə deyək, dövr elementlərindən metal, oksigenlə X-Y birləşməsi belə birləşmə verir. Sonra da deyir ki, Z, X-Z ilə. Z də yenə ikinci dövrdür. Baxın, 2X, tutaq ki, onu tapmışdıq ki, belə deyək də, elə kalsium deyək də, elə X kalsiumdur. Sonra məsələn X-i kalsium kimi təsvir etdik. İndi X deyir ki, orada X bizdə Z, daha doğrusu Z-dir burada. Burada bunu pozaq. Buna nə oldu belə yenə? Zürü sayı pozaq, təzədən yazaq. Deməli, yeni X elementi verib bizə. Təzədən yazaq, zürü sayısında vaxtınızdan
Alıram belə təkrarçılıq eləyəndə. X-in oksidaşma dərəcəsi müsbət 2-dir. Bu da ikinci dövr olacaq. Məsələn, ataq biz bunu kalsiumdur. Y də orada X-ilə Y belə bir birləşmə əmələ gətirirsə, X müsbət 2-dir. Demək, Y orada mənfi 2-ymiş. Bunu da tutaq ki, oksigendir. Yaxşı, bunları qeyd etdik. Çünki ikinci dövrdən orada uşaqlar, bax, belə deyək də, söhbət gedir də, ona görə orada ona fikir verir. Sonra deyir ki, X-Z2, X daha doğrusu Z ilə X-Z2 belə birləşməsi əmələ gətirir. Baxın, burada X-Z ilə X-Z2. X onsuz tapışdıqca müsbət 2-dir. Z də ikinci dövr elementi olan, onda bu mənfi 1-dir. Bunun oksidaşma dərəcəsi burada. Onda Z əgər mənfi 1-dirsə, X oksigen götürmüşsə, Z orada mənfi 1 olan fluordur da. Bax, belə paylasa 2S2, 2P5. Orada bir dənə elektron alır, mənfi 1 yüklənir də. Deməli, bu elə fluordur. 1S2, bunun da 9 burada protonu var. Yaxşı, bunu da fluor qeyd eləyək. Deməli, X oksigendirsə, bu da fluordursa, bu fluor 2-dir. İndi suallara cavab verək. Sonra nə deyir burada? Y və Z arasında yanan birləşmənin formulunu müəyyən edin. Yox, burada X-Y-ni müəyyən etdik də, yox, burada bir də X-Y tapmalıymışıq. X-Y tapdıq. Deməli, X-Z2-ni burada müəyyən etdik. İndi Y ilə Z arasında. Y ilə Z arasında deyirsə, Z burada fluordur, bu da oksigendir. Deməli, yenə bu, yenə eyni birləşməyə mi gəlib çıxır? Burada nə, bir dəqiqə baxaq buna. Deməli, Y adda X-Y birləşməsi verir, bunu yazdıq. Yaxşı. Z X-ilə, deməli, X-Z2 verir. Yaxşı, Z fluordur, bunu bildik. Sonra deyir ki, baxın, fluordursa, burada Y birləşməsində tapışdıqda, bu da oksigendir. Hətta bunu yazdıqda belə bir birləşmə verir. Burada, çünki bax, şərtlərə bir də diqqətlə baxın uşaqlar. X-Z2 o fluor birləşməsi verirsə, onda bizə şərt qoyur ki, Y ilə Z birləşməsi, baxın, Y ilə Z. Y oksigendir uşaqlar, Z də tapışıq fluordur. Onda bunların ümumi formulunu deyir də, baxın, ümumi formulunu deyirsə, belə bir formulla göstərmək olar, Y, Z2 birləşməsi A-dır. Baxın, bir də yuxarıdakı bir oksidaşma dərəcəsi, bir də izah eləyək, müsbət 2-dən yola çıxırıq. X-in müsbət 2 oksidaşma dərəcəsi olan ikinci qrupda, ikinci dövrdə bir dənə element xatırlayırsınız. Hər hansını götürə bilərsiniz də, məsələn, onu deyirəm, maqnezium götürün, kalsium götürün, da belə, hansını istəyirsiniz, berilyum götürün, yəni metal götürməliyik. İkinci şərt verir ki, bu X-in Y birləşməsi əmələ gətirdiyi də bu tiplidir. Yəni, deməli, Y də orada mənfi 2-ymiş də. Mənfi 2 olan da oksidaşma dərəcəsi biz bilir ki, oksigendir. Orada 2S2, 2P4-lə qutarır. Yəni, ona görə burada mən Y oksigen kimi götürdüm. Yaxşı, burada da deyir ki, X, təzdən şərt qoyur ki, X-Z ilə X-Z2 birləşməsi əmələ gətirir. Demək, X kalsiumdur. Baxın, X kalsiumdur. Belə deyək də, Z də onda fluordur ki, yəni bax, kalsiumla fluorda bu tipli birləşmə əmələ gətirir. Axı biz burada Z-yi paylamışdıq ki, bu 9 protonu var, yəni bu fluordur. Yəni bu tipli birləşmə əmələ gətirirsə, onda kalsium fluorunu ümumi şəkildə bu cür izah etmək olar da, Y Z2-dir. Sonra bax, nə deyil? Fenol üçün hansı fikir doğru deyil? Yine yəni üstündə belə lüfəmizi böyüdək. Deməli, fenol adi şəraitdə bərk haldadır, düzdür. Zəhərlidir, düzdür. Kristallik bərk halda zəhərli maddədir. Qələvi ilə reaksiyaya daxil olur. Biz bunu yazmışdıq da uşaqlar. Karbon 6H5 OH. Üzərinə baxın, natrium OH. Belə natrium fenoliyyat deyilən birləşmə var. Deməli, karbon 6H5O. Deməli, oradan natrium. Deməli, oradan da alınır su. Bax, belə bir reaksiya mümkündür. Yəni, qələvli reaksiya daxil olur, düzgün fikirdir. Sax bunu. Sonra, karbon atomları sp2 hibrid halındadır. Çünki fenolda, baxın uşaqlar. Fenolda, bax, burada karbon atomlarının hamısı sp2-dir. Bu təpə nöqtələrində olan karbon atomlarının hamısı
SB2-dir. SB2 də təkrar yazmayaq. Yəni düzgün fikirdir. Sonra polimerləşmə qabiliyyətinə malikdir. Xeyr, fenol polimerləşmə qabiliyyətinə malik deyil, səhv fikirdir. Fenol ancaq formal deyiklə polikondensləşmə reaksiyasına daxil olur. Yəni burada səhv fikir deyirsə Y variantı. Sonra turşu üçün doğru olan fikirləri müəyyən edin. Burada baxın, bizə turşu verilmişdir. İndi bunun üçün doğru fikirləri yazmalıyıq. Baxın, nömrələnmə aparsaq 1, 2, 3, 4. Deməli, 3 metil butan turşusudur, düzdür. Ən uzun zəncirində 4 karbon atomu var. Etil propil efirini izomeridir. Etil propil efirini yazaq uşaqlar. Bax, etil propil efiri necə yazılır? Karbon 2, H5, bax bu cür. Sonra karbon 3, H7. Uşaqlar, baxın, bunun karbon atomların 3'ü burada, 2'si burada. 5 elədi. 5 yaxşı yazdıq, 5. Amma burada bir şey var ki, karbon turşuları mürəkkəb efirlərlə siniflər arası izomerdir. Bu etil propil sadə efirdir. Ona görə bunu götürə bilmərik. Olsun da burada, özü burada da baxın, bir dənə oksigen atomu var. Burada 2 dənə oksigen atomu. Ona görə bu yanlış fikirdir. Yenə də hidrogen atomlarının sayını yazsaq 7, 5, 12 üst-üstə düşə bilərik. Yenə bax, burada 2 oksigen atomu var, burada 1 oksigen atomu var. Ona görə bu səhvdir. Bir də karbon turşuları mürəkkəb efirlərlə, belə deyək, siniflər arası izomerliyə əmələ gətirir, sadə efirlərlə xeyr. İkinci karbon atomunun oksidaşma dərəcəsi mənfi demək 1-dir, xeyr. Burada bax, 2 karbon atomu birləşdiribsə, orada mənfi 2 gedir. Deməli, burada nə istəyir bizdən? Düzgün fikirləri. Yalnız onda biricik götürürük, A variantı. Sonra, reaksiyalar üçün doğru fikirləri müəyyən edin. Baxın, uşaqlar, bu reaksiyaları onda yazaq da. Çünki lövhəmizi bölək. Yazaq, baxın. Birinci reaksiyada yazıb ki, sirkə turşusu üstəcə COH üzərinə burada xlor 2, bax, keçir, karbon H2, xlor sirkə turşusu alınır, COH üzərinə H xlor. Sonra ikinci reaksiyada, deməli, bu bizim birinci reaksiyamızdır, da ikinci reaksiya belə qeyd elə. Deməli, akril turşusudur, karbon H2, 2 qat rabitə, karbon H, COH. Üzərinə xlor 2. Deməli, baxın, burada nə alına bilər? Hər ikisi əvəz etmə reaksiyasıdır. Deməli, akril turşusu COH-ına, bax, belə bir birləşmə verə bilər də. Karbon H2, karbon H, xlor, COH. Yəni, xlor orada mütləq yönəlir. Belə deyək də, o, necə deyək, rabitəni qırır. Qıranda da, baxın, necə birləşmə əmələ gələr onda. Buradan bir dənə xlor ora birləşər, karbon H2 xlor. Burada, doğrusu bu reaksiyada deməli, xlor piyi qıracaq da yox. Deməli, piyi qırırsa, bir dənəsi də bura birləşəcək onda, uşaqlar. Bax, belə bir reaksiya gedəcək. Bax, görə onda hidrogen atomları olunur axı, yox. Onda əvəz etmə reaksiyası gedir burada. Deməli, burada karbon H2 bu şəkildə yazılır. Üzərinə burada deməli, rabitə bir dənə qırılır. Karbon H2 üstəcək, belə deyək də, H xlor. Bax, belə bir birləşmə. İnci suallara bir-bir baxın, uşaqlar, cavab verək görək. Hansı fikir orada? Belə deyək də, hansı fikir doğrudur, hansı fikir yanlışdır. Yazır ki, hər ikisi əvəz etmə reaksiyasıdır. Baxaq, uşaqlar, hər ikisi onda əvəz etmə reaksiyası ola bilər. Birinci reaksiyada xlor turşusu alınmışdı, düz fikirdir. Birinci reaksiyada, belə deyək də, daha doğrusu xlor sirkə turşusu. Baxın, biz ikinci reaksiyamızda biraz yanlışlıq oldu, elə bir uşaqlar əvəz etməni. Çünki niyə? Burada əvəz etmə reaksiyası deyil, uşaqlar. Bax, burada yanlış yazmışıq. Niyə? Çünki 2 xlor atomu var. 2 xlor atomunda, baxın, biri bura birləşir.
bax, biri belə əvəzləmə gedirsə, bu xeyr. Burada belə deyək də, birləşmə reaksiyası gedir. Akril turşusunda axı pirabita var. Pirabita olduğu üçün xlor yönəlir. Orada pirabitəni qırır. COH, bax, belə bir birləşmə, yəni birləşmə reaksiyasıdır. Yəni, biraz yanlışlığa yol verin. Suallara cavab verək. Birinci əvəz etmə reaksiyasıdır. İkinci yox, birləşmə reaksiyasıdır. Ona görə ümumi fikirləri deyirsə, reaksiyalar üçün hər əvəz etmə səhvdir burada. Birinci reaksiyada xlor sirkə alınır, düzdür. İkinci reaksiyadan doymuş birləşmə alınır. İkinci reaksiyadan doymuş birləşmə alınır da, çünki orada pi yoxdur axı. Ona görə burada cavabımız 2-3A variantı olur. Sonra, çünki diqqətli olmalıyıq. Çünki bu 4-cü qrupda biraz düşündürücü testlər verirlər də. Burada diqqətsiz olan kimi səhv eləyirik. Sonra baxaq görək suallarımıza. 45-ci suala baxaq. Baxın, uşaqlar, bizə nə verilib burada? Birləşmə verilib. Bu bizə bir də keçən birinci qrupun sınağınıza bu şəkil yenə verilmişdir. Biz bilir ki, riboza karbon 6, H10, belə deyək, buraya yazaq, karbon 6, H10, oksigen 5'dir. Dezoksiribozada karbon 6H, oksigen 4. Yəni dezoksiriboza mənası oksigeni çıxarılmış riboza deməkdir. İndi baxın, burada karbonları saysaq 1, 2, 3, 4, 5, 6 karbonumuz var. Hidrogenləri saysaq 10 dənə bizim hidrogenimiz var. 4 dənə oksigen atomumuz var. Bax, 4 dənə oksigen atomların biri bu, 2, 3, bir dənəsi də bu, 4. Yəni ümumi bunun formulu karbon 6H10, oksigen 4'dür. Yəni dezoksiribozadır. Yəni bir də deyim, ribozanın dezoksiribozanın bir fərqi var ki, ribozada oksigen atomlar sayı 5'dir, dezoksiribozada oksigen atom sayı 4'dür. Belə şəkillər ribozanın dezoksiribozanın şəkli belə sikli quruluşu bir-birinə çox oxşayır. Sadəcə bunu saymalısınız. Yəni onu başqa cür əzbərləmək mümkün deyil, uşaqlar, qeyri-mümkündür. Sonra nə verib 46-da? Karbon 12 yazıq, nə verib burada? Karbon 12, hidrogen, oksigen verib, maddəsi verib. Bu da iri molekulu birləşmədir. Bu maddənin 0,2 molun yanmasından 4,2 mol məhsul alınmışsa, eni hesablayın. Biz bilirik ki, bu maddələr yananda biz 12 görürük də. Burada 12 mol CO2 ayrılır. Burada suyu da bilmirik. NH2 yazıq. Suyda nə qədər al. Yəni bu ümumi form əslində bu elə saxarozadır da. Yəni bunu xatırlayan uşaqlar o saxarozanın, fruktozanın, glukozanın formulunu əzbərçilik eləyirik də. Bilirik ki, karbon 10, H22, oksigen 11 yazan. Burada fruktoz. Deməli, mən burada N-in yerinə 11 yazsam, baxın uşaqlar, ya bunu belə üsulla yazaq. İkinci riyazi üsulda deyəcəm. Baxın, burada şərt verilib ki, 0,2 mol götürəndə cəmi burada məhsul 4,6 mol alınır. 1 moldan da, baxın uşaqlar, 1 moldan da 12 burada 11'i toplasaq neçə eləyir? 23 mol. Deməli, cəmi məhsul alınır. Baxın, deməli 23'ü 0,2'ye vursaq 4,6 eləyir. 1 molda 0,2. Deməli, bunu düzgün yazmışıq. Digər riyazi üsulu bu cür qura bilərik də. İkinci riyaziyyat üsulu da, uşaqlar, burada belə deyək, en yazaq buna. Bilmirik də nə qədərdirsə en yazaq. Onda belə bir tənasüb qura bilərik ki, 1 molunun yanmasından 12 üzərinəcə n bölünsün 2 oradan deməli cəmi mol da belə deyək, məhsul alınırsa 0,2 mol məhsul yanarkən də 4,6 mol orada məhsul alınır. Yenə çarpaz üsulda 0,2'ni vurduq 12 üzərinəcə n bölünsün 2. 4,6'nı da buradan 1'e vurduq və bunu çarpaz üsulda bu deyilərdir 4,6. Yazırıq 12 üzərinəcə n bölünsün 2 bərabər 4,6'nı da 0,2'ye bölsə vergüllər getsə səhv etmirik 23 qalır. Deməli n bölünsün 2, 23'dən də 12 çıxsaq 11. Yəni, düz yazdıqda n də bərabərdir 22 olduğunu yaparıq. Yəni bu yazdığımız ikinci üsulda deməli riyazi üsulundan tapdıq da sadəcə orada eyni əvəzlə, eyni belə deyək, bilmirik də nə qədər üsul. Baxın, burada eyni indi belə deyək. Baxın, burada eyni bizə məhsul şəklində verilib. Deməli, cavabımız
belə deyək, çalmışdıq 22. B variantı 22-dir. Bax, burada B 22. Sonra nə verir 47-də? Deməli, polipeptidin nisbi molekul kütləsi hesablayın. Bizə amin turşu verib. Nisbi molekul kütləsi A-da əmələ gətirdiyi polipeptiddə peptid rabitələrin sayı 4-dür. Biz bilirik ki, burada ilk öncə nəyə diqqət etməliyik, nəyə bilməliyik uşaqlar? Biz bilirik ki, 2 amin turşu öz aralarında birləşəndə bir peptid rabitə əmələ gətirir. Peptid rabitədə uşaqlar yadınızdadırmı? Peptid rabitə bax bu cür yazılırdı. Belə bax bu cür göstərilir peptid rabitə. Yəni bax burada 2 amin turşu öz aralarında birləşəndə bir dənə peptid rabitə, bax deyirəm 2 amin turşu öz aralarında birləşəndə bir peptid rabitə əmələ gətirir. İndi bizə bu əmələ gətirib peptid rabitə 4 verir baxın. 4 peptid rabitə, burada rabitədən söhbət gedir ha burada. Deməli 4 peptid rabitə əmələ gətirəndə nə qədər amin turşu reaksiyaya girib? 4 dənə. 4 dənə amin turşu reaksiya. İndi biz bundan bax bu 4 A-dan yola çıxacağıq. Bax görək nə o bizə yol göstərir. Deməli biz ümumi bir qaydamız vardı. 4 amin turşusu öz aralarında birləşir. 4 dənə götürülmüşsə uşaqlar orada belə deyək də əmələ gətirdiyi peptid rabitələrin 4 sayıdırsa, yox 4 dənədirsə orada belə deyək də öz aralarında ikisi birləşib, daha doğrusu birləşib bir peptid rabitə əmələ gətirirsə, 4 dənə peptid rabitəsi əmələ gətirəndə nə qədər birləşir onda oradan? O 1 vahid artıq olur da bu tənasübdə. Çünki biraz 4 peptid rabitə bir dənə orada biz kəsir kimi götürməliyik əslində uşaqlar. Çünki bunda fikrim çatdıranmadı. Baxın. Deməli 4 orada peptid rabitənin əmələ gəlməsi üçün mən başda 5 amin turşu götürmüşəm. Darısı burada 5 götürmüşəm. Bax 5 amin turşu. Niyə? Çünki 2 dənə amin turşu öz aralarında birləşib bir dənə peptid rabitəsi verirsə, 2 dənə 4 peptid rabitənin əmələ gəlməsi üçün başda 5 amin turşusu götürürdülər də deməli onda. 5 amin turşusu da götürəndə pentapeptid deyək də, belə deyək, pentapeptid. Belə göstərək. Deməli, üzərinəcə 5 götürmüşəmsə 4H2O. Demək, ümumi sxemimiz belə olur. Mən fikrimi çatdıra bildim. Bax, bir də şifayə edirəm. 2 mol amin turşu öz aralarında birləşəndə bir peptid əmələ gətirirsə, 4 deməli peptid rabitənin əmələ gəlməsi üçün başda deməli 5 amin turşusu götürüblər. Çünki niyə? 3 amin turşusu da birləşəndə 2 peptid olur. Belə deyək də, bax orada o nətə deyilir, o qaydanı əgər siz başa düşdünüzsə, niyə 5 yazdığımızı bilərik. Yenə də bir paylaşım eləyirəm bunun haqqında. Ümumi bax o birləşmələri yazaram. Niyə peptid rabitənin sahibi 4 olanı, niyə 5 mol amin turşu alındığını izahlı şəkildə kiçik bir paylaşım eləyəcəm. İnşallah orada geniş izah verərəm. İndi baxın, bunlarda üzərinə biz nə yaza bilərik? Burada nisbi molekul kütləsi amin turşusu X-dir. Belə deyək, yəni onun kütləsini bilmirik. Burada nisbi molekul kütləsi amin turşusu X-dir A-da. Onda bunu 5X qeyd eləyək. Əmələ gətirdiyi peptid rabitələrin sayı 4 aydır. İndi biz nə yaza bilərik uşaqlar buradan? Baxın. 4 vuraq 18 neçə eləyir burada? 72. Bu pentapeptidini bilmirəm də, böyük bir A qoyam, yəni məhsuldur. Yəni mən burada bunu bilmirəm. Bir də bilirəm ki, kimyəvi reaksiya nəticəsində alınan maddələrin kütlələrinin cəmi reaksiya deməli başlanğıc maddə reaksiya daxil olan maddə kütlələrinin cəminə bərabərdir. Onda belə bir nə yaza bilərəm burada. Əgər bunu da bir 5A ilə ifadə ediblər axı orada. Nisbi molekul kütləsini A ilə ifadə ediblərsə biz 5A götürək buna uşaqlar. Bax 5A yazaq. 5A. Bunu da böyük bir X yazaq. Onda nə asılacaq yaza bilərik? İndi nəyi soruşur bir də? Polipeptidin, yəni bu pentapeptidin, bax bunu X-ilə işarə eləmişik.
onun nisbi molekul kütləsini tapın. Hadi onu da yazdıqda dedik ki, reaksiya nəticəsində alınan kütlələrinin cəmi başlanğıc maddələrin kütlələrinin cəminə bərabərdir. Lomonosov verdiyi qaydaya görə. Onda belə bir tənlik yazarıq. X üstə C 72 bərabərdir 5A. X də bərabərdir 5A çıxılsın 72. Bax, buna yenə A səliqəsi yazdıq. Bu 5A minus 72. Baxırıq C variantı da burada. Sonra deməli 48-ci sualda nə deyir? 48-i yazdıq mı biz? Yox, 48 yazmamışıq. Üstündə yazıcıydı. Öz-özünə oksidaşma reduksiya reaksiyalarını müəyyən edin. Baxın, uşaqlar üstündə baxaq. Yenə burada NO2 parçalanıb. İndi burada belə bir reaksiya yoxdur. İndi nə ağlına yazıblar bilmirəm. Əgər geçsəydi üstünəcə belə azot orada NO2 müsbət 4-dən müsbət 2-yə keçəcəkdi. Oksigen mənfi 2-dən 0-a keçəcəkdi. Bu öz-özünə oksidaşma reaksiyası deyil. Amma kalium xloridin parçalanması belə bir reaksiya var. Parçalanır kalium xlorid üstəki kalium xlorid. Yəni baxın burada yazsaq ki, baxın kalium xloriddə indi bunları qeyd edərik lap üstündə. Baxın. Kalium xlor O3 parçalanır. Kalium xlorid üstəcə kalium xlor O4. Baxın 3-də 2-nin 6. Deməli bu müsbət 1-dir, bu mənfi 2-dir. Bu müsbət 5-dir. Müsbət 5-dən keçib mənfi 1-ə. Bu da müsbət deməli xlor 7-dir. Bizə bu dəyişilənə xlorlar lazımdır. Baxın uşaqlar. Bu öz-özünə oksidaşma reduksiya reaksiyası götürə bilərik. Nitrat turşusunun parçalanmasında baxın, nitrat turşusu parçalanır. NO2 üzərinə CH2O üzərinə CaO2. Nitrat turşusu müsbət 5-dir, müsbət 4-dür. Dəyişilənləri qeyd etsək, bu da 0-a. Yəni burada oksidaşma reduksiya edici ayrı-ayrı maddələrdir də, eyni maddələr deyil. Ona görə götürə bilmirik. Burada yalnız 2-dir cavab, Y variantıdır. Sonra 49-a baxaq. ZO3 2 ionunda 42 elektron varsa Z atomu üçün doğru olmayan fikri müəyyən edin. Deməli ZO3 bu deməli 2 mənfidir. Bu da 3-dür. Baxın, Z-də bilmirik protonların sayı. Bu da sadəcə deyir ki, bunun elektronlarının sayını 42-yə bərabərdir. Onda yaza bilərik ki, ZO3 2 mənfi ZX-nə işarə etmişik də onda bərabərdir. Belə bir tənlik yazaq da onda bərabər qoymayaq. Deməli, yox, bərabərdə yaza bilərik. Ola bilər. Deməli, 2 üzərinə gəl. Deməli, oksigenin bilirik ki, 8 protonu var. 3-dən oksigenin 24 protonu olacaq. Bir də burada uşaqlar deyir 2 mənfidir. Yəni, üzərinə bir də 2 elektron qəbul edib 42-yə bərabər olur. Elə bir tənlik yazırıq da x üstəcə 26 bərabərdir 42. X bərabərdir 42-dən də 26 çıxsaq 16. Deməli, bu Z-in 16 protonu var imiş. Nə istəyir bizdən? Doğru olmayan fikirləri müəyyən edir. Burada baxaq üstündə. Deməli, tapdıq ki, Z-in 16 protonu var. Suallara cavab verir. NS2 MP4 elektron formuna malikdir, düzdür. Minimum oksidaşma dərəcəsi mənfi 2-dir. Niyə mənfi 2-dir? Çünki bu deməli 16-nı paylayanda 3S2 3P4-lə qutarır da. Bu P6-ya keçməsi üçün 2 elektron da orada qəbul edir. Orada 6 elektron oktet təbəqə yaradır. Ona görə də minimum oksidaşma dərəcəsi mənfi 2-dir, düzdür. Qeyri-metaldır, düzdür. Kalsium ilə kalsium 3X formu əmələ gətirir. Xeyr, kalsium ilə uşaqlar bu cür kükürdün belə birləşməsi var da. Yəni kalsium da burada 2-dir, kükürt də 2-dir. Ona görə burada indekslər düşmür. Bu yəni variant səhv fikir budur. Z müsbət 6 yalnız oksidaşma xassəsi göstərdi. Biz bilirik ki, kükürt uşaqlar maksimum oksidaşma dərəcəsində ancaq oksidləşdirici olur, minimum oksidaşma dərəcəsində ancaq reduksiya edici olur. Ona görə baxın, oksidləşdirici xassəsi deyirsə, bu da düzgün fikirdir. Sonra baxaq 50-ci suala. Burada nə deyir? Burada yenə akril turşusunun H xlorla tənliyini verib. Sonra uşaqlar
Deməli, bunun NH3-lə, 2 mol NH3-lə əmələ gətirdiyi Z maddəsi haqqında doğru fikirləri müəyyən edin deyir. Birinci yenə bu akril turşusunu H xlorla tənliyini qeyd edək, uşaqlar yazaq. Deməli, orada nə idi? Akril turşusu yazaq qeyd edək. Karbon H, çi qatraptə, karbon H, COH. Deməli, üzərinə gəl H xlor. Sonra deməli nə alına bilər burada? Burada hidrogen halogentlər və belə də hidrogen halogentlərlə bu doymamış turşulara hidrogen halogentlərin birləşməsində həmişə Markov qaydasının əksinə gedir uşaqlar. Niyə əksinə gedir? Bax, burada gedəcək hidrogen karbon H2-yə birləşəcək. Yəni hansı karbon atomda hidrogen atomu çox var, ona birləşəcək. Xlorda buna birləşəcək. Bax, belə bir birləşmə alınacaq. Karbon H2 xlor. Sonra deməli karbon H2 COH. İndi bunun da üzərinə nə qoyaq orada? Kiçiltmişəm gözümlə. 2 mol NH3 qoyaq. Yine bu birləşməni yazaq. Karbon H3 xlor, karbon H2 COH. Üstünə 2 mol amonyak. Baxın, burada necə birləşmə əmələ gəlir. Bu da amin turşuların alınmasında belə bir qayda var idi ki, yazırdıq. Baxın, karbon H2, burada NH2, baxın, NH2 elə bir keçdi ora, alındı CH2, belə deyək, COH, üzərinə NH4, bax, belə bir xlorit. Çünki burada 2 mol götürmüşdük axı. 2 mol götürdüyümüz üçün də, baxın, səhv yazmadım orada nə verib. 2 mol amin turşusu ilə birləşir. Bu cür birləşmə əmələ gətirir. Sonra nə yaza bilərik də? Burada NH2-dir. 2 mol olduğu üçün NH2-dir. Burada NH2, bax, fikir verin. Biri keçdi, bura birləşdi. Axı, bir dənə hidrogen atomu da orada qaldı. Bir dənə hidrogen atomu da, bax, burada NH4, belə deyək də, xlorla qopur. Bax, belə bir birləşmə əmələ gəlir. Sonra suallara cavab verək. Görək nə deyir bizdə, nə istəyir. Demək, birləşmələrimizi yazdıq. Ondan dəqiq birləşmələrimiz getdi axı. Hardan görə biləcək bunu? Birinci X maddəsində biz nə almışdıq? Dəqiq. Baxaq, X maddəmiz buydu. İkincidə, ikincidən də laf bir şey görmürəm uşaqlar. X maddəmiz buydu, Z maddəmiz də buydu. X-də, belə deyək də, X maddəsində orada, dəqiq burada, H xlor, xlor, 2 amin turşu, dəqiq. Bütün ailəni qatdıq bir-birinə. Z maddəsi üçün, daha doğrusu son maddəmizi deyirdi. Son maddəmizi gəlin bura qeyd edək. Lövhə bizi gecələdi. Son maddəmiz budur. Bax, qeyd edək ora. Çünki yadımda saxlaya bilmirəm. NH2, baxın, CH2, COH. Deməli, maddəmiz buydu uşaqlar. İndi görək suallara cavab verək, nə deyir burada. Z maddəsi üçün doğru fikirlər edin. Yəni, bu sonda alınan, bax, bu yazdığımız bu C maddəsidir. Zülalların tərkibinə daxil deyil. Zülalların tərkibinə uşaqlar, deməli, nömrəmə alanda alfa, beta. Bu, beta alanindir. Çünki, xeyr, bu zülalların tərkibinə daxil deyil. Zülalların tərkibinə alfa amin turşuları daxildir. Biz bir alfa, beta burada nömrəlməz aparanda COH-dan başlamırıq. COH-dan sadəcə 1-2-3 qoyanda başlayırıq. Ona görə bu səhv fikirdir. Beta alanindir, bu düzdür. Sonra amfoter xəstələrdir, çünki NH3 qrupu da var, CH3 qrupu da var da. Ona görə də amfoter xəstə həm turşu ilə, həm əsasında reaksiyası var. Ona görə cavab burada 2-3-dür, cavab B variantıdır. Sualımız qalmadı burada. Hələ birinci suala baxaq. Bizə polietilen verib burada uşaqlar. Polivinil klorid verib. Metilin qruplarının sayı eynidir. Biz indi polietileni yazaq. Birinci polietilen necə yazılır? Necə əmələ gəlir? Necə təkrar eləyək? Demək, N sayda
monomer halqalar öz aralarında birləşir. Karbon H2, karbon H2 belə birləşmə əmələ gəlir. Polivinil xloridi də yazsaq karbon H2, deməli karbon H, xlor. Yenə burada insayda birləşir, keçir, karbon H2, karbon H, xlor. Bu da bizim polivinil xloridimizdir. İndi bizə bir şərt verib ki, metilin qruplarının sayı hər ikisində eyni olsun. Uşaqlar, baxın, burada metilin qrupu 2-dir. Polivinil xloriddə sadəcə bir də var. İndi gəlin, burada mən eminə özümdən qiymət verməliyəm ki, orada necə deyirlər, metilin qruplarının sayını bir-birinə bərabər edeyim. Gəlin, burada 4 verək. Burada da 8 verək. Niyə? Baxın, 8 dənə CH olur burada. Burada da bax 4 verəndə 8 deməli CH2 də burdadır. Deməli polietilendədir. Metilin qruplarının sayı. İndi hidrogen atomlarının sayını tapsaq, birinci üçün hidrogen atomlarının sayını hesablasaq, onda neçə olur? Deməli birində 2, 2, 4 olsa, 4də 2-nin burada 8 olur. Burada da Y bərabərdir. Hidrogen atomlarının sayına baxaq. Hidrogen atomlarının sayı 2, 3, burada da 24 olur. İndi baxın. X və Y arasında, deməli X-im mənim 8 oldu, Y-im 24 oldu. Mən indi burada elə asılacaq qurmalıyam ki, bir-birinə bərabər olsun. Bu 24-dür. Onda yaza bilərik ki, deməli 2Y, baxaq görək orada nə yazıb. Belə deyək. 2Y bərabərdir 3X yaza bilərik. 2Y. Baxaq görək, deməli bir də baxaq desək. 2Y bərabərdir 3X. Görək burada bir-birlərinə hidrogen atomlarının sayı X, Y düz qoyduq burada. Deməli 3-də 8-in 24, 3-də 8-in 24 elədi. 2-ni də X-ə yaza bilərik də B variantı. B variantı biz orada götürə bilərik. Bir də diqqətlə baxaq. Deməli X bərabərdir 3Y. Yox, daha doğrusu X bərabərdir 3Y. Yox, olmadı. Bu Y bərabərdir 3X. Yəni 24 bərabərdir 3 vıraq 8. Yox, cavab budur. 3X. Deməli cavab burada kiçildəndə uşaqlar görmürəm, üzrü sayın. Gərək siz diqqətli baxın. Cavabımız, yəni digər orada yazdıqlarımız bunlar səhvdir. Yəni asılacaq Y bərabərdir 3X-dir. Baxın, yəni orada niyə pozdum mən bunu? X bərabərdir 8, Y bərabərdir 24 hidrogen atomlarının sayı. Baxın, 3-ü mən 8-ə vuranda Y-ə bərabər edə bilərəm. Ona görə Y variantı. Sonra nə deyir burada? Reaksiya üçün hansı fikir doğrudur? Uşaqlar, biz burada fenol görürük. 3 mol nitrat turşusudur. Baxın, fenolun nitrat turşusu ilə reaksiyasını yenə yazaq, bir yadımıza salaq. Deməli, fenol bu cür yazılır da uşaqlar. Üzərinəcə 3 mol OH bu şəkildə yazaq ki, başa düşək nitrat turşusunu. Deməli, keçir fenolu bu cür. Baxın, burada 2, 4, 6 vəziyyətində NO2 nitro birləşmə yaranır. Bax, 2 nömrələrlə aparanda başdan gedirik də 2, 4, 6. Baxın, NO2. Belə bir birləşmə alınır. Bir də 3 mol su. Üzərinəcə 3 mol su. 3 molda baxın, 3 OH buradadır. Bu təpə nöqtələrindəki H-lar var idi. Baxın, bu təpə nöqtələrindəki H-larla H birləşir, 3 mol H yayılır. Yəni, indi suallara cavab verək, görək nə deyir bizə. Əvəz etmə reaksiyasıdır, düzdür. 2, 4, 6 nitro fenol alınır. Düzdür də, onda göstərdik. Pikrin turşusudur, həm də bu. Burada 3 cavab çıxdı ki. Çünki aldığımız burada 2, 4, 6 trinitro-fenola həm də pikrin turşusu deyirlər. Bütün vəsaitlərdən baxa bilərsiniz uşaqlar. Bu əvəz etmə reaksiyasıdır. Burada yazsalar da mən 1, 2, 3 götürürəm. Çünki mən bunların cavabına görə fikrimi dəyişdim. Yəni mən də kitablarına istinad edib deyirəm burada uşaqlar. Sonra baxaq 53-də nə deyir bizə? Sonra
Deməli 23.2 efir əmələ gəlməsi gəlirsə reaksiya daxil olan karbon turşusunun tipləri arası izomer sayını müəyyən edin. Baxın, etil spirti 9,2 götürüblər, karbon turşusu x qram götürüblər. Gəlin mürəkkəb efiri biz bilirik ki, turşu belə deyək də üstəcə spirt verir mürəkkəb, efir, üzərinəcə su. Baxın, uşaqlar, burada spirtimizi verib, turşunu verməyib də. Elə bunu turşu sözü yenə qeyd edək. Spirti etil spirti verib. Bax, onu yazmalıyıq. Niyə? Bax, alınan burada efirin, fikir verin, qanatında karbon turşusunu bilmirik də. Bunu bu cür göstərə bilərik ki, burada ikinci efirin, deməli, ikinci qanatında həmişə spirt, belə deyək də, radikalı durur. Bunda karbon 2H5 yazaq daha doğrusu. Çünki orada karbon 2H5'dir. Səliqəsiz çıxdı. Karbon 2H5. İndi bax, burada çözək. 23,3, 23.1 neçə idi? 23.2 qram efir əmələ gəlib. Baxın, etil spirti 9,2 qramdır. İndi burada bir də su ayrılır da uşaqlar. Suyu niyə bura yönləşdirəmədik? Su da burada 18 qramdır. Mən bu 9,2-dən etil spirtin emerini hesablasam, deməli 24, 30, 46-dır. 46-dan nə qədər orada x deyək də, orada mürəkkəb efirin emerini tapmağa çalışaq. Neçədir? Deməli 9,2 qram spirt reaksiya daxilində 23,2 qram efir alınırsa, nəzəriyyəyə görə 46 qramda reaksiya daxilində alınan x qram mürəkkəb efirin orada kütləsidir. Bax, burada da verib. Gəlin onun emerini tapsaq. Ödülü karbon nömrəsini tapmış kimidir. Deməli 9,2-ni baxın, 46-nı vurub 2-yə vergül çəkibsə, deməli onda 23,2-ni, yəni 232-yə vuraq burada. Lap tənasüb quraq, başa düşün uşaqlar, belə yazmaqda düzgün deyil. 9,2, 23,2 vurulsun 46. Bax, bunu həll etsək, deməli nə ala bilərik? Deməli, onda 23,2-ni bölüm 2-yə vergül çəkin. 23,2 belə deyək də, onda böl 2. Bu da elədir, deməli 111,6. Səhv etmədik, baxaq. 9,2, 46 buradan vergül gedir 0,2. 23,2-ni də 0,2-yə böləndə, bir də düzgün bölək, 23,2 bölünsün 0,2. 116, düz tapdıq. 116 da sadəcə burada vergül yoxdur. Biz də bilirik ki, mürəkkəb efirlərin emeri, belə deyək də, ümumi formulları karbonin 2N, oksigen 2-dir. Onda yaza bilərik 14N üstəcə 32 bərabərdir 116. 116-dan da çıxdıq 32-ni, verdi 84. 14N bərabərdir 84, N bərabərdir 84, 14-də verdi 6. Çoxlar, bu deməkdir ki, burada mürəkkəb efirin içində deməli 6 dənə karbon atomu var imiş. Hidrogen 12 imiş. Oksigende 2 imiş. Səliqəsiz oldu yenə. Deməli, baxın, burada biz çözdük ki, bu mürəkkəb efirin tərkibində 6 dənə karbon atomu var imiş. Bu 6 dənə karbon atomunun ikisi buradadır. Deməli, ikisi də, 4-ü də bu erin daxilindədir da, belə deyək, turşu tərəfindədir. Deməli, o turşunun 4 dənə karbon atomu var. Onda belə çıxır ki, turşumuz da 4 dənə karbon atomu olan, belə deyək də, karbon 3H7 COH imiş. Yəni, bu da butan turşusuymuş. Turşunun ümumi formunu tapdıq. İndi nə istəyir burada? Deməli, burada alınan karbon turşusunun siniflər arası izomer sayını müəyyən edin. İndi bunun siniflər arası izomer sayını tapmaq istəyiriksə, bunun siniflər arası izomeri, belə deyək də, mürəkkəb efirdir. Bu da karbon 4, H8, O2. İndi bunun izomerlərini yazaq. Mürəkkəb efirinin izomerlərini yazsaq, bunu hər qaydada yenə çevirib tapmaq olar. Baxın, mən mütləq 4 dənə karbon atomu yazmalıyamsa, burada yaza bilərəm karbon 3, belə deyək. Baxın, deməli, karbon 3H7. Bu bir izomeri. Efir yazırıq.
Sonra keçdik ikinci izomeri yaza bilərik. Karbon H3, karbon. Deməli, biri orada, ikisi burada yaza bilərik. Karbon 2, H5. Bu 2 izomeri. Sonra üçüncü izomeri də olmalıdır. Üçüncüdə nə yaza bilərik? Bir tərəfinə karbon 3H7 yazaq. Gəlin uşaqlar. Bu cür yazaq. Karbon H3, karbon H2, karbon. Bu tərəfinə də deməli metil radikalı yazaq. Oldu 4 dənə. Baxın. 1, 2, 3, 4. Hamısında 4 dənədir. Baxın uşaqlar. 2, baxın 3, 4. Burada da 4, 4. Baxın hamısında karbon 4, H8, O2-dir formulları. Mən yəni 3 dənə bunun siniflər arası izomerini yazdım. Sadəcə sayını istəyir burada. Bax, sayını da özünüz görə bilərsiniz. 3 dənə. Bax, burada 2, bu da 1. Sonra nə deyir? Oksidaşdırıcının 1 mol elektron alan reaksiyanı göstərdim uşaqlar. Burada deməli birinci yazaq. Lövhədə yazmasaq da görmək olmur. Deməli kükürt qatı nitrat turşusu ilə verir H2SO4. Yəni S keçir H2SO4 NO2. Burada sadəcə mən nitrat turşusu oksidaşdırıcıda hamısında nitrat turşusu maksimum oksidaşma dərəcəsi göstərdiyi üçün hamısında oksidaşdırıcıdır. Ona görə o birisi mən maddələrə dəyməyəcəm. Oksidaşma dərəcələrini yəni qeyd etməyəcəm. Belə bir göstərəcəm axı sizə. Nitrat turşusu ilə, kükürt qatı nitrat turşusu ilə həmişə burada NO2 verir. Sonra civəni yazaq ikinci halda. Civə qatı nitrat turşusu ilə deməli duru halda NO verir. Çünki mən oksidaşma dərəcələri orada dəyişilənlərə baxıram da, oksidaşdırıcılar neçədən neçəyə keçib onları qeyd edirəm. Üçüncü halda deməli yenə nitrat turşusu sinkin durusu ilə səhv etmirəmsə N2O idi, qatısı ilə NO idi. Deməli 4-də deməli yenə nitrat turşusu, misin qatı nitrat turşusu NO2-yə keçirdi. Dəmir qatı nitrat turşusu qapalı qabda deyirsə, orta aktivdir də burada. Orta aktivdirsə, qatı halda burada deyirsə, mütləq bu NO-ya keçib. Çünki orta aktivdə əgər pasiv olsa, biz NO2 yazardıq buna. İndi suallara cavab verək. Baxaq ki, yenə burada baxın. Müsbət 5-dən gəlib müsbət 4-ə, müsbət 5-dən müsbət 2-yə, müsbət 5-dən müsbət 1-ə. Sonra burada müsbət 5-dən müsbət 2-yə. Deməli, yox, müsbət 4-dür burada daha doğrusu. Burada da yenə müsbət 5-dən müsbət 2-yə. Baxın uşaqlar, burada keçid, bax qırmızı ilə yazaq. Lap başdan gələk. Deməli, burada keçid. Oksidaşın 1 mol, deməli 1 mol elektron alan reaksiya. 5-dən 4 çıxsam, baxın, burada 1 elektron alıb. 5-dən 2 çıxsam, burada 3 elektron alıb. 5-dən burada 1 çıxsam, deməli burada 4 elektron alıb. 4-cü reaksiyada 5-dən 4 çıxsam, burada da yenə 1 elektron alıb. Burada da 5-dən 3 çıxsam, burada da 3 elektron alıb. Deməli, baxın uşaqlar, mən burada 1 elektron alan variantların hansıdır? Deməli, 1-dir, 4-dür. Mənə deməli lazımdır 1-ci, 4-cü reaksiyaları işarə etmək. Ona görə cavab burada 1, 4. Ona 1, 4. 1, 4-dür götürürük. Sonra 55-ə baxaq. Sonra deməli təmizlədik. Baxaq. N2 üstəcə H2 verir. Biz bura 3-ü niyə yazmayıblar? 3 yazılmalıdır. Baxırıq ki, burada yenə əmsallar bizə lazım olacaqdır uşaqlar. 4 həcm burada keçib 2 həcmə. Çünki niyə? Reaksiyasında hansı halda tərəzilıq məhsullarının alınması istiqamətində. Yəni mən bu sağa məhsul istiqamətinə baxacağım da. Sonra H2 əlavə etdikdə daha çox məhsul alına bilər. Yəni sağa yönələcək, götürə bilərəm. Təzyiqi artırsam, baxın, təzyiqi artıranda həcmin azalma istiqamətinə gedir də 4 həcm baxıram başlanğıcda 2 həcmə gedir. Yəni azalma istiqamətinə gedibsə daha çox məhsul alınacaq da, yəni bu variantda götürə bilərəm. Temperaturu artırmaq, bu müsbət 3-dür, eksotermik reaksiyadır. Temperaturu artıranda başlanğıc maddələrə tərəf gedir. Yəni belə deyək, məhsulların alınması istiqamətinə başlanğıc tərəfə yönələcək. Bunu götürə bilmərəm.
NH3 əlavə etsəm, mən də kimyəvi reaksiya məhsulunu artırsam, yenə də əksinə dönəcək, başlanğıca tərəf götürəcək olacaq. Ona görə götürə bilmirəm bu cavabı. Çünki baxın, tarazlıq məhsullarının alınması istiqaməti deyil. Yəni bax bu istiqamət gedir. Sonra katalizatorda biz bilirik ki, tarazlığa təsir etmir, götürə bilmirik. Ona görə yenə burada 1, 2-dir cavablar. Qarışqa turşusu kalsium haşından verir uşaqlar. Bu istəyirəm işığı yandıram, işığı sönüdür. Çünki sayın qaranlıq olanda belə deyək də, mən görə bilmirəm, burada səhvlik eləyirəm. Deməli, qarışqa baxırıq ki, burada qarışqa aldehidi verib. Deməli, kalsium hidroksidlə reaksiyasının X maddəsi alınır. Bunda mis hidroksidlə qlikon turşusuna keçir. Yəni, burada mənim X maddəm, deməli, karbon 6, ya doğrusu, burada istifadə karbon şəkərdir də, belə glikozadır. Glikozada mis hidroksidlər tənliyini yazaq burada uşaqlar. Deməli, karbon 6, H12, oksigen 6, mis 2 hidroksidlə, belə deyək də, oksidləşir, keçir qlikon turşusuna. Qlikon turşusu da bu cür yazılır uşaqlar. Karbon H2OH, karbon H, OH, 4 dəfə, COH, üzərinəcə mis 2 oksid, üzərinəcə su. Bax, belə 5 atomlu spirt, daha doğrusu 6 atomlu, ya belə deyək də, spirtə, burada qlikon turşusuna çevrilir. İndi suallara cavab verək, görək nə deyir bizdə. X, Y maddələri üçün hansı fikirlə? Y bildik ki, burada qlikon turşusudur, adını da qeyd edək, qlikon turşusu. Sonra X glikozadır, düzdür, düz fikirdir. Y 2 funksional qrup saxlayır, düzdür. Çünki həm OH-ı var, həm COH funksional qrupunu daşıyır. Ona görə düzgün fikirdir, götürə bilərik. Çünki burada doğru fikirləri deyir. X 4 atomlu spirtdir, çünki glikozada 5 dənə OH var. Baxın, 5 OH var. Çünki bu yanlış fikirdir. X-Y çevrilməsi zamanı göy rəngli məhlul alınır. X-Y-yə çevrilərkən baxaq, göy rəngli məhlul alınırmı? Yox, burada qırmızı rəngli məhsuldur. Uşaqlar, burada qırmızı, belə deyək də, bir oksid ora qırmızı rəng verir. Ona görə 4-ü də götürə bilmirik burada. Cavab 1-2-dir. Burada nə suallarımız qaldı? Keçdik burada situasiya. 57-ci sual qalır. 57-ci sualda nə verib bizə uşaqlar? Baxırıq ki, aldehid verib. Aldehidin yenə deyirik, mənası hidrogen çıxardılmış spirt deməli. Deməli, mən burada alacağım. Neçə dənə orada karbon atomu görürəm? Karbon 3, belə deyək, H7OH. Propil spirtinə keçəcək də bu. Sonra nə deyir burada? Yenə birli spirt oksidləşir, keçir aldehidə. Yəni, bu aldehid alınacaq karbon H3. Karbon H3, belə deyək, karbon HO. Sonra yenə aldehid mis hidroksidlə, belə deyək, oksidləşir, keçir turşuya. Turşu da hansı turşudur? Karbon H3, karbon H2, COH. Baxın, deməli, 3 dənə karbonum varsa, 3 dənə də karbon yazmalıyam. Yəni, propan turşusuna. İndi suallara cavab verək. Spirt alınır. Deməli, 1-ə A. 1, 2, 3. Deməli, 1-ə A-dır. Aldehid alınır 2-də. 2-yə B. Sonra turşu alınır. Baxaq görək. Reduksiya prosesidir. Qırmızı söküntü alınır. Aldehidə reaksiya baş vermir. Reduksiya prosesidir. Reduksiya prosesidir deyirsə, birincidə aldehidlə hidrogenlə reduksiya olunur da, D qoya bilərik. Onda burada aldehid mis hidroksidlə turşu sözü yoxdur axı burada. Qırmızı söküntü, burada qırmızı söküntü alınır uşaqlar. Mis 2 oksid. Ona görə 3-ə də Y gedir. Bax burada. 1-ə A D. Yazaq 1, 2, 3. 1-ə A D. 2-yə B. 3-ə də belə deyək, Y. Qırmızı söküntü mis 2 oksiddə orada ikinci reaksiyada alınır. Həm orada deməli alınır aldehid, həm mis 2 oksid, üstəcə su alınır.
Sonra reaksiya baş vermir, hamısında reaksiya gedir axı. Yəni ona görə C heç birinə götürmürük orada. Sonra baxaq görək situasiyamız. Yine bunu səliqəli yazaq. 1, 2, 3, 1'ə A, D. Sonra 2'ə B, 3'ə də Y. Situasiyada nə deyir? Bu polimer əmələ gətirən monomerlərdən biri etilenin oksidləşməsinə, digəri isə paroksilolun oksidləşməsindən alınır. Deməli, yenə baxaq burada. Suallarımıza lövhəni böyüdək. Bu polimer əmələ gələn monomerlərdən biri etilenin oksidləşməsindən, digəri isə paroksilolun oksidləşməsindən. Etilenin oksidləşməsi tənliyini yazaq, xatırlayaq. Karbon H2 üzərinəcə oksidləşir, permanganat məhluluna keçir, karbon H2, etilen glikola. Paroksilolda deməli və digəri paroksilolun oksidləşməsindən deməli alınır. Karbon H3, paroksil, niyə səliqəsiz olaq uşaqlar? Mümkün deyil, bağlanmır ki, məndə səliqə. Deməli, paroksilolda, bu cür yazılır uşaqlar. Yorulmuşam, yaza da bilmirəm. Karbon H3. Deməli, bu bizim, belə deyək də, dimetil toz, paroksilolda deyilir buna. Bunun da deməli, oksidləşməsindən alınır tereftal turşusu. Bu cür yazılır, tereftal turşusunda, belə deyikdə, 3 adı var. Oksalat turşusu, turşenç turşusu, tereftal turşusu, 4-cü qruplar. Bunun 3 adında bilmək məcburiyyətindəsiz. İndi bizim burada, baxın, monomer halqalarımız bir etilen glikoldur. Bax, bir də bu tereftal turşusudur. İndi bu monomerli adlarını dedikdə şifahi, etilen glikol, bir də tereftal turşusu. İndi polimeri, monomerlərin alınma reaksiyalarını yazdıq. Polimerin adı lafsan lipidir. Yəni bu ikisinin deməli birləşməsindən lafsan lifi alınır. Lifi. Yəni bu bizim polimerin adıdır. 58-ci sualdır. Monomerlərin alınma reaksiyasını da göstərdik. Sonra indi baxın. İndi başqa pozmayaq. Baxın, indi lafsan lifi necə ümumi buna necə yazılır da, yəni ikisinin birləşməsinə alınan lafsan lifini bax uşaqlar belə qeyd edə bilərik. Bax, fikir ver, karbon. Sonra çünki bunda səliqəsiz alınmayacaq, ona görə tez-tez çəkmək mümkün deyil. Deməli, oksigen, CH2, bir də oksigen, burada emmal. Bax, bu lafsan lifinin belə deyək də quruluşu formuludur. Dedik ki, yəni lafsan lifi tereftal turşusu ilə etilen glikolun polikondensləşməsindən ayrılır. Orada qeyd etmədik, mütləq orada su ayrılır. Həm də su 2 mol sayda da indeksində olduğu üçün 2 mol sayda. Sonra nə? Polimerin əsas zəncirində 40.000 oksigen atomu olarsa, 40.000 necələrsə, polimerləşmə dərəcəsini tapın. Baxın uşaqlar, burada 4 dənə oksigen atomu görürük də. Baxın, 1, 2, 3, 4. 4 dənə oksigen atomu olanda, yəni 4 dənə oksigen polimerləşmə dərəcəsi burada 1 olur da, yəni n bərabərdir 1 olur. Yəni 1 dənə mən monomer halqasında, daha doğrusu bunun lafsan lifinin belə deyirsə quruluşunda 4 dənə oksigen atomu görür. Əgər 40.000, baxın 40.000-dir də səhv etmirəmsə orada. 40.000 oksigen atomu olursa polimerləşmə dərəcəsi neçə olar? X bilmirəm. Yəni bu zahvisi çaşdırmasın. Deməli, onda x bərabərdir. Bu 40.000-i 40-a bölsək, baxın, 40.000-dir, bir də baxaq. Bölək 40. Deməli, neçə alınır? 1000. Səhv etmədik, bu sıfırlar getdi. 4000-də 4-də 1000. Deməli, burada polimerləşmə dərəcəsi n bərabərdir 1000 olur. Baxın, cavabımız budur. Deməli, burada 60-da 1000. Monomerlər alınma reaksiyasını göstərdik uşaqlar. Bax, burada etilen glikolun oksidləşməsindən sözü pozaq burada.
Çünki burada ailəmi qatıb bir-birinə. Deməli burada oksitləşməsini biz burada göstərdik. Deməli alınır dimetil paroksilonun oksitləşməsindən alınır trifdol turşusu, etilin oksitləşməsindən alınır etilen glikol. Yazdıq, adlarında şifahi olsa dedik. Yəni situasiyada bir şey qalmadı. Sonra burada baxaq nə suallarımız var. Baxaq. Deməli burada da göstərmişik. 3 deməli qırmızı çöküntü 3-də də alınır. 3-də yesirdə alınırdı. Sonra baxaq. Suallarımız qaldı mı? Deməli bunu da yazdıq. Bir şey qalmayıb deyəsən. Bu qədər uşaqlar. Diqqətiniz üçün təşəkkür edirəm. Əgər izahımı bəyəndirsə kanalıma da abunə olmayı, bəyənməyi unutmayın. İnşallah ikinci cəhddə kimi yeni ümumi sınaqlar paylaşacağım. Növbəti paylaşım yəqin ki, güvən sınaqlarından olacaq. Çünki güvənimin son çıxan sınaqlarını heç paylaşmamışam. Diqqətiniz üçün çox sağ olun. İnşallah gələn sınaqda görüşənədək.